Göbələyin təxminən 38 min növü var. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var. Göbələk çox ləzzətli tərəvəzdir. Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir. Göbələk xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Göbələyin tərkibində 80-90% su var. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər üçün münasib qidadır. Bədəninizin müqavimətini artıran göbələk bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk diabetli xəstələr üçün ideal bir qidadır. Təbii insulin və ferment saxlaması baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməklərini əvəz edən ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı tərkibindəki liflər və fermentlər sayəsində zərərli xolesterin səviyyəsinin düşməsinə yardımcı olur. Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır. Mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır. Artıq çəkidən azad olmaq istəyənlər üçün göbələk uyğun qida növü hesab olunur.